Son değerli izleyicilerimiz, bugün size 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladı evimizin ikinci mərtəbəsindən. İkinci mərtəbə qalxan pilləkənlər. Başlayaq soldan. Solda burada bir otaqdır, yataq otaqdır. Evimiz cütdaşla tikilib. Birinci mərtəbə beton monolit, iki ilə birinin arası beton monolitdir. Birinci mərtəbə boydan boya istifol, ikinci mərtəbə isə kum sistemi ilə qızdırılır. Burada üçüncü otaqda baxaq. Yerləşmə yeri Masazır qəsəbəsində biz Altınörü məktəbi yanında. Uşağı bırax, getsin məktəbə. Buradakı hamamla ayaq yolsudur, qaz su işi problemsiz və burada eyvan. Eyvana çıxış, şimdi aşağıdan sizə göstərəcəm. Düşək evimizin birinci mərtəbəsinə. Evimizin birinci mərtəbəsi. Bu da ki, giriş qapısını həyətində sizə göstərəcəm. Evimizin qonaq otağı. İri bir qonaq otağıdır. Bir də xatırladıram. Birinci mərtəbə boydan boya istipoldur. Burada belə bir ayaq yolsu və evimizin mətbəxi. Çıxaq evimizin həyətinə. Bu da bizim evimiz. Belə bir gözəl evdir. Rahat maşın girir həyətinə. Tam qoşudaş, birinci mərtəbə beton monolit, iki ilə birinin arası beton monolitdir. Bax, belə bir darvaza. Sənəd kupçadır, qiymət də ki 110.000 manat.